37-ci sualda bizdən istədiyi odur ki, hansı cümlədə təsirli halda olan isim işlənmişdir? Adətən yeri feilin yanı olur və təsirli halı onu və bunu sözləri ilə əvəz edərək tapa bilirik. Hər bir ismi bu vaxt tapırıq. Saatın iri kəfkiri bu yiyəli çaldadır. Hərəkət etdikcə otağa yönlü çaldadır. Ahəngdar çıqqıltı yayılırdı, onu yayılırdı deyə bilmərik. Getdi. Rəsmi bir şəxs bildirmişdir ki, şəxs onu bildirmişdir ki, rəsmi onu bildirmişdir ki, doğru deyil. Burada şübhəli işlə məşğul olurlar. Bu da getdi. Xahiş edirəm, buradakı həyatın tərzi yiyəli çaldı və yaşayışın haqqında yiyəli çaldı. Bu da getdi. Onun yaşla dolmuş və torlanmış gözü burada adlı haldadır. Çünki onun gözü mənasındadır. Burada yiyəli çar var. Üçüncü növ təyini söz birləşməsidir. Burada da mənsubiyyəti deyə adlı haldadır. Qatı qaranlıqda onu, deməli, indi oxuyaq. Onun yaşla dolmuş və torlanmış gözü qatı qaranlıqda onu güclə seçirdi. Yəni, əvəz edə bilirik deyə variantımız D variantıdır.